Təndiri stres atma diye yok. Diyetaya başladım diye sökürəm. Çünkü ancak təndir çörəyi yiyeceğim. Şəhər çörəyi yemeyeceğim. Səhər tezdən başladım, ağzımdan çıxan buxarı yəqin ki görürsünüz burada. Təndiri sökəndə əsas məqamlardan birinə deyim, mən sizə yadda saxlayın. Kərpiçlər saxlayın ki, sonra təkrar istifadə etmək olasınız. Bəlkə vurub söksəz gərək qeyb kərpic alasınız ya da hardansa tapasınız. Kərpiçləri alınan qədər ehtiyatla çıxarıb qıraqdan sərgəni düzdüm. Çünki ata qıraqdan baxırdı, mən necə iş görürəm. Hərçənd çəkiliş eləsəm də. Kərpiçləri alınan qədər salamat qırağı yığmağa çalışdım. Buranı tozluzadı. Hamısını yaxşıca təmizləyib kərpiçləri təkrar kənardan düzürəm ki, istifadə edəndə daha rahat olsun. Belə məftilər ki, çəkirik biz bunun kənarından ki, təndiri qaçmasına əyilməsin. Araba ilə zibili doldur daşıyırıq, məftilləri yığırıq bir qırağa, yavaş-yavaş tam mənzərə bizi gözləyir. Ən maraqlı yerləridir mənə görə. Kərpiçlərin üstünə betonları təmizləyirik ki, sonra rahat istifadə edə bilək. Buranın zibilini ata deyil ki, təmizlə bəyənmədik ki. Neyse, tapşırıq dərhal icra edib qaldığımız yerdən davam edirik. Çünki ən səbirsizləndiğim yeri bəs burasıdır. Darrıma dağın eləyirəm ki, tam bir stres atmaq üçün əla vasitə. Dar olmaz bir gücüm. Neyse, buranı təmizləyim, qalanın növbəti videolarda olacaq.